Deməli dostlar, hamınızı salamlayıram, xoş gördük. Ümid edirəm ki, faydalı bir bizim üçün tur olacaq. Bildiyiniz kimi bu tur daha çox fəlsəfə ilə tanışlıq turudur. Burada biz ilk çıxışda fəlsəfə ilə biraz tanış olacaq. Təbii ki, yarım saata fəlsəfə haqqında bütün məlumatları demək mümkün deyil. Amma bəzi ilkin primitiv məlumatları çalışacağım sizə çatdırım. Deməli, Azərbaycanda ümumiyyətlə başqa ölkələr bilmirəm, çünki olmamışam, bilmirəm. Azərbaycanda fəlsəfə haqqında mənim müşahidələrim budur ki, ciddi bir fobiya var. Fəlsəfə fobiya var da bizdə. Fəlsəfədən ciddi bir qorxu var. Nəyə görə? Çünki insanlar fəlsəfə deyəndə adətən qəliz, anlaşılmaz, çətin, belə bir fən nəzərdə tuturlar. Ona görə, məsələn, fəlsəfə deyəndə bir dəfə biz Emin müəllimlə sərgidə edib, keçən il, bir nəfər tanınmış biri vardı, gəldi, baxdı fəlsəfəyə, baxdı, qaçdı. Belə, dedi, bu fəlsəfə, bu yox da, bu biz qəliz mövzular, dedi. İnsanların bu reaksiyasından görürsən ki, insanlarda fəlsəfəyə qarşı bir fobiya var. Və Azərbaycan tarixində də çox maraqlı hadisələr var. Bir dəfə bir fəlsəfəçi danışırdı, yaşlı nəslim Sovet dövründə yaşamış. O dedi ki, Sovet özü 40-cı illərdə ya 50-ci illərdə fəlsəfə kafedrasını bağladı. Nəyə görə? Çünki fəlsəfəni bilənlər bilirlər ki, fəlsəfə beyin açan bir şeydir. Fəlsəfə insanı düşündürən bir şeydir. Fəlsəfə ümumiyyətlə sorğulayan bir sahədir. Ona görə fəlsəfəyə qarşı tarix boyu həm siyasi mənada, həm dini mənada ciddi bir etiraz olubdur. Nəyə görə? Çünki insanlar, məsələn, həm siyasi dairə, həm dini dairə, bunlar heç vaxt istəməz ki, dedikləri, verdikləri göstərişlər sorğulansın. Fəlsəfənin işi budur. Mən çalışacağım ki, bugün fəlsəfənin əslində o qədər də fobiyaya səbəb olmayacaq, əslində çox maraqlı bir sahə olduğunu və həmçinin çox praktik bir sahə olduğunu izah etməkdir. Çünki fəlsəfə haqqında belə bir görüş də var. Fəlsəfə ölüb. Bunu məşhur yəqin ki, fizikdən eşitmişsiniz, Stephen Hawkingdən. Və məsələn, hərdən sosial şəbəkələrdə yazırlar, fəlsəfə yəni söz oyunu, çərənləmə, hətta belə bu cür kobud şəkildə deyənlər var. Fəlsəfə yəni çərənləmə, söz oyunu. O bir söz deyil, bu bir söz deyil. Və Azərbaycanda mənim nəzərimə çatan digər bir problem budur ki, fəlsəfə biraz da açıq bazardır. Nə mənada açıq bazardır? Çünki Azərbaycanda hələ də belə köklü bir fəlsəfə yoxdur. Yəni bu sahə ciddi araşdırılsın, ciddi buna investisiya qoyulsun, yaxşı araşdırmaçılar cəlb olunsun və s. Ona görə fəlsəfə biraz da açıq bazardır. Yəni adam məsələn gəlir, maraqlı bir aforizm deyir, deyir mən filosofam. Maraqlı bir söz deyir, deyir mən filosofam. Məsələn şeirvari, şair, təbiətli bir söz deyir, özünü filosof elan edir. Bu da açıq bazarın əlamətidir. Çünki bu sahədə ciddi bir tədqiqat olmayanda, insanların bu sahədə ciddi savadı olmayanda, məlumat olmayanda o sahə hər zaman sui-istifadəyə açıqdır. Məsələn, bizdə humanitar elmlər adətən o cürdür. Məsələn, sosiologiya da o cürdür, psixologiya da o cürdür, fəlsəfə də o cürdür. Məsələn, adam tanıyıram, məsələn, adam 2 dənə kursa getdi, oldu psixoloq. Bu nə vaxt psixoloq oldu, məsələn? Biri var idi, bir dəfə girdim, acığa baxdım da, yəni bu adamlara özdə qəşəng də feedback verirlər də, geri dönüş. Sən bizim həyatımızı dəyişdin, sən bizim qaranlıq dünyamıza işıq saçdın. Gedim gördüm, bu nə danışır ki, bu belə insanlar, cavan-cavanda uşaqlar da, yəni bunun konsultasiyasına gələnlər belə deyil. Gördüm, biri sual verir. İndi adamın adını çəkmirəm, çünki tanıdığınız adamdır. Biri sual verdi ki, bəs müəllim, şəxsiyyət nədir? Şəxsiyyət necə dəyişmək olar? Gördüm, başladı belədir, bu psixoloq. Başladı belədir. Çox, bilirsiniz, dərin mövzudur. Bilirsiniz, şəxsiyyət dəyişmək asan məsələ deyil. Şəxsiyyət dəyişmək üçün ciddi cəhd göstərmək lazımdır, əziyyət çəkmək lazımdır. Şəxsiyyət dəyişmək hər kəsin bacaracağı. 10 dəqiqə belə bir şey danışdı. Gördüm, yəni bu sui-istifadə də açıq bazardır. Çünki cəmiyyətində indi hərdən deyirlər ki, adam yaşadığı cəmiyyəti tənqid eləməz. Mən bu fikirlə razı deyiləm. İnsan yaşadığı cəmiyyəti tənqid eləyər. Sadəcə nəyə xidmət eləməlidir, o başqa məsələ. Tənqidin yanında, məsələn, bir
alternativ nəsə təqdim edirsən, ya yox. Bizim cəmiyyətdə intellektual səviyyəsi bu sahələrdə çox aşağıdır. Fakt budur, bu sahədə çox aşağıdır. Bu gün əgər istənilən adam gəlib psixoloq kimi meydana çıxırsa, deməli bizim cəmiyyətdə çox ciddi boşluq var. Və ya sosioloq kimi. Bir dəfə bir kanala dəvət etmişlər, bizim bu gender bərabərliyi əlaqəli şeyə, təlimlə əlaqəli Arabiyə çağırmışlar. Nəsə sualları verdilər mənə. Gördüm bu aparıcı mənə bilir. Sizi sosioloq kimi təqdim edirəm. Dedim, yox, sosioloq nədir? Mən sosioloq deyiləm axı. Mən sadəcə bu sahədə təlim verilmiş, bu məsələyə fəlsəfi cəhətdən bir neçə fikir deyəcəm. Yəni görürsən ki, adam rahat deyir ki, mən sən sosioloq deyirəm. Niyə? Çünki adamın sosioloq haqqında təsəvvürü yoxdur. Elə bir ki, sosioloq çıxır orada bir iki dənə cəmiyyətdə hadisələr bu cür olur, insanlar bu cür eləyir. Bu şeyləri danışır, olur sosioloq. Deməyim nədir? Deməli biz nə etməliyik? Fəlsəfə ilə tanış olmalıyıq. Fəlsəfə ilə tanış olmaq bizə bu kimi şeylərdə köməyimizə çatacaq. Bir, fəlsəfəyə qarşı fobiyamız aradan gedəcək. İki, bu açıq bazara qarşı bizdə bir bir müqavimət yaradacaq ki, biz bildiyimiz sahəni artıq müdafiə edə biləcəyik. Deməli, birinci tərifə gələk. Bilirsiniz ki, klassik məntiqdə deyirlər ki, hansısa bir mövzuya daxil olan zaman orada tərif çox önəmlidir. Tərif sizə çünki bir icmal verir, bir ümumi məlumat verir ki, siz nəyi, nə üçün oxuduğunuzu biləsiniz. Tutalım, hər hansı bir sahə deyək, dendrologiya. Məsələn, deyirəm ki, uşaqlar, bu gündən biz dendrologiyaya başlayırıq. Birinci nəzir sual verəcəksiniz. Nə deməkdir o? Niyə? Çünki insan beyni belə bir dizayna sahibdir ki, o səbəb nəticə əlaqəsi ilə işləyir. Bir şeyi oxuyursa, onun səbəbini anlamaq istəyir. Oradan nəticə çıxartmaq istəyir. Səbəb nəticə əlaqəsi qurub bir nəticə çatmaq istəyir. Mən fəlsəfə də o cürdür. Birinci tərifini vermək lazım ki, fəlsəfə nədir? Mən sizə iki dənə tərif deyəcəm. Biri, məsələn, müasir qərb filosoflarının dediyi tərif, hansı ki, istənilən ingilis dili kitabda bunu tapa bilərsiniz. Bir də bizim klassiklərin ki, o adət-ənənə hələ də günümüzə də gəlir, davam edir, onun tərifini. Məsələn, fəlsəfə belə bir tərif edirlər. Fəlsəfə insanın özünü, kainatı, ətraf mühiti, cəmiyyəti, biliyi, nə bilim, zehni, bu cür həyati, fundamental əhəmiyyəti olan məsələləri rasional müstəvidə araşdırmasıdır. Tutalım, sizi maraqlandırır, görəsən kainat necə yaranıb? Bir fəlsəfi sualdır. Tutalım, məsələn, ədalət nədir? Əxlaq nədir? Mənəvi dəyərlər nədir? İnsanlıq nədir? Sevgi nədir? Məhəbbət nədir? Və s. Bu cür mühüm hadisələr ki var, bizim həyatımıza hər daim təsir edir. Bu şeyləri araşdırmaq, rasional müstəvidə araşdırmaq, deyirlər, bu fəlsəfədir. Və fəlsəfə cəmiyyətlə, cəmiyyətin sosial, iqtisadi, siyasi vəziyyəti ilə sıx əlaqəlidir. Məsələn, antik Yunan fəlsəfəsinə baxın, antik Yunan filosoflarının verdiyi suallara baxın, gəlin orta əsrlərə, orta əsrlər insanının verdiyi suallara baxın, Renesansdan üzü bu yana olan insanların verdiyi suallara baxın, İkinci Dünya müharibəsindən sonra insanların verdiyi suallara baxın. Görürsünüz ki, köklü dərəcədə fərqlər var. Yəni, fəlsəfi cərəyanlar bu şəkildə ortaya çıxır. Niyə? Çünki cəmiyyətlə sıx əlaqədədir. İnsanlar üzləşdiyi hadisələrə uyğun olaraq yeni suallar doğurur, ortaya çıxarırlar, yeni həll yolları axtarırlar və s. Bu, klassik, belə deyim, müasir fəlsəfədə qeyd olunan əsas tərifdir. Şərq fəlsəfəsinə gələndə, daha doğrusu İslam fəlsəfəsinə gələndə, İslam fəlsəfəsi bilirsiniz ki, bu Aristotel fəlsəfəsinin bir davamıdır. Yəni, kopyası deyil, davamıdır. O, əsərlər tərcümə olunandan sonra bizim dilə deməyim də, yəni ərəb dilinə tərcümə olunandan sonra müsəlman alimləri, filosofları bunu istifadə edərlər və bunun, belə deyək, məsələlərin sayını çoxaltdılar. Yəni, tutalım, tədqiqatçıların dediyinə görə, əgər Aristotelin əsərləri tərcümə olunandan sonra fəlsəfi məsələlər, müzakirə olan fəlsəfi məsələlər 200 civarındaydısa, müsəlman alimləri onu 700-ə qədər çıxartdılar. Yəni, bəzən bunu irad tuturlar ki, eyni kopyalamadır, xeyr, eyni kopyalama deyil. Çünki bizim filosoflar bəzən Aristoteldən, bəzən Platondan olan fikirlərini tənqid edirlər. İndi, klassik fəlsəfəyə baxanda, bizim şərq fəlsəfəsinə baxanda görürük ki, orada daha çox fəlsəfə ontologiya üzərində qurulubdur. Yəni, fəlsəfə nədir deyəndə, fəlsəfə yəni varlığı araşdıran bir elmdir. Varlıq
özü etibarilə varlıq, əlavə heç bir qeyd olmadan. Bu nədir? Bizim klassik filosofların verdiyi tərifdir, hansı günümüzə dək gəlib davam edir. Bu iki dənə görürsünüz ki, fərqli bir tərifdir. Əlbəttə, bizdə klassik fəlsəfədə bunun bölmələri var. Fəlsəfənin bölmələri var. Nəzəri fəlsəfə, əməli fəlsəfə, nəzəri fəlsəfə özü ilahiyyat dediyimiz bugünkü mənada fəlsəfə, sonra təbiət dediyimiz müəyyən qədər fizika ilə əlaqəsi olan bu sahələr var. Əməli fəlsəfədə tutalım siyasət var, evin idarəsi var, iqtisadiyyat var, nəzəri fəlsəfədə həmçinin məntiq var və s. Onlar təfərrüatlı olaraq çox girmək istəmirəm.